Salam, hər vaxtınız xeyir. Bugün sizə çox dadlı və asan hazırlaya biləcəyiniz sufle resepti bölüşəcəm. Əvvəlcə kərə yağımızı götürürük və əvvəlcədən isidilmiş tavamızda belə əridirik. Gördüyünüz kimi. Kərə yağımız 50 qram olmalıdır. Daha sonra şokoladlarımızı əlavə edirik. Pletka şokoladdan istifadə edə bilərsiniz. Gördüyünüz kimi və daha sonra qarışdırmağa başlayırıq. Üzərinə yarım stəkan un əlavə edirik. Və qovurmağa başlayırıq. Gördüyünüz kimi belə forma olmalıdır. 15 dəqiqə, 10 dəqiqə belə edirik. Digər tərəfdə 3 ədəd yumurtanı əlavə edirik. Və üzərinə yarım stəkan şəkər tozu əlavə edirik və qarışdırmağa başlayırıq. Və bir çay qaşığı isə kakao əlavə edirik. Qarışdırmağa başlayırıq. Gördüyünüz kimi 10 dəqiqə qarışdırırıq. Və daha sonra üzərinə bayaq hazır etdiyimiz bu qarışımı əlavə edirik. Və qarışdırmağa başlayırıq. Yəni çox dadlı alınır və çox asan hazırlanır. Gördüyünüz kimi qarışdırırıq. Tam qarışana qədər qarışdırın. Və qarışdırdıqdan sonra əvvəlcədən yağladığım sufle qablarına əlavə edirik. İçərisinin reseptini aşağıda rəy bölməsində də bölüşəcəm, gördüyünüz kimi. Və əvvəlcədən isidilmiş 220 dərəcəlik sobada bişiririk 15-20 dəqiqə. Və budur, nuş edə bilərsiniz, bananla da yeyə bilərsiniz. Çox sağ olun.